Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu günləri Qubadayıq, rayondayıq və mən burada xərək çörək hazırlayacağım. Biraz qara unum var, burada kəpəkli qara unum var və ağ unum var. Hazırlayıram, xəmirimi indi hazırlamağa başlayıram. Deməli, elə yarı-yarı tökəcəm, biraz ağ un. Biraz da qara un, kəpəkli unum var, ondan əlavə edirəm. Burada xərək sobası var, xanımlar, ləzgi xanımlar xərək sobasında çörək bişirirlər. Mən də fikirləşdim ki, mən də xanımlarla bir yerdə inşallah ki, xərək çörəyi bişirim. İlk dəfədir xərək çörəyi bişirəcəyik. Mən duz əlavə edirəm bura. Duz əlavə edirəm və mayam var. Mayanı əlavə edirəm. Quba rayonuna gələnlər yəqin ki bilir. Buranın xərək çörəyi çox məşhurdur. Yol kənarı hər yerdə demək olar ki, bu çörəyə rast gəlmək olur. Təzə-təzə, isti-isti bişirirlər xanımlar. Həm də ki, çox doyumluq olur. Ölçüsü də böyük olduğuna görə doyumluq olur bu çörəklər. Xəmirimiz hazırdır. Bir saat yarım belə mayalandıracağım inşallah. Ondan sonra başlayacaq pişirməyə. Xəmir qəşəng gəldi. İki dənə çörək çıxdı. Biri biraz böyükdür, biri biraz xırda olacaq. Kündəmiz budur. Xanım özü kündələdi, mənə qoymadı, dedi qoy, əziyyət çəkməyim. Əllərinə sağlıq. Bu da özləri üçün pişirdikləri çörəkdir. Ağ undan hazırlanıb. Satışı var burada. Bu bizim xəmirimizdir də, kəpəkli xəmir. Çörəyin xəmiri nazik olmalıdır. Çox nazikdir, yox? Bunun içində nə var? Bunun içində yumurta, qatıq, su. Su, qatıq, yumurta. Elə ona görə çörəkləriniz belə gözəl qıpqırmızı. Parıltılı olur. Parıltılı olur. Qəşəng qızarır. Əvvəlcə çörək otunu səpdin. Sonra onu çəkirsən. Ona görə çörək otu tökülmür çörəyin üzrünə, yapışır. Amma mən əvvəlcə yumurtanı sürtürəm, sonra çörək otu. Yox, o tökülür də. Hə. Tökülür.
Neydi de biri elə bir böyüydü. Bak o böyük olan. Haydi. Böyük çörək olacaq bundan. O yanlarını niye değişirsən? Kökmesin diye. Hə, şişlə, hə. Güzel kızardı. Elə fırladırsınız ki, onun üstü kızarır da. He. Ay, bu bizim çöreğimiz, ne güzel. Kopuş oldu. Ellerinize sağlık. Allah razı olsun. Sizin de çörekleriniz çok güzeldi. Yani hamısı qəşəng. Çöreğin birini hediye pay verdim. Əziyyət çəkdilər, pişirdilər. Qara bundan olduğuna göre bu da bize qalan çörəkdir. Baxaq görək. Necə istidirsə. Bismillah, bismillah. Bismillah. Ne güzeldi. Tadına bak.